Əziz atalar, qətiyyən övladınızın qarşısında bunları etməyin. Birinci, həyat yoldaşınızın hisslərini görməməzlikdən gəlmək. Uşaq görür ki, anama pisdir və bu atamın vecinə deyil. Nəticədə isə uşaq hisslərin biruzə verilməsinin lazımsız olduğu qənaətinə gəlir, özünü və emosiyalarını hər kəsə qapadır. 2. Ananı uşağa şikayət etmək. Uşaq iki od arasında qalır bu vəziyyətdə və çarə tapa bilmədiyi üçün özünü günahkar hiss etməyə başlayır. Nəticədə isə daim günahkarlıq hissi ilə boğuşan, haqlını, haqsızı ayırd edə bilməkdə çətinlik çəkən, qərar verməyi bacarmayan bir insan meydana gəlir. Buyurun, seçim sizindir.